Əsas dəyişikliklərdən biri Qaraçox kənd sakinlərinin istifadə etdiyi 7 nömrəli marşrut xəttidir. Bu marşrut üzrə avtobuslar Qaraçox kəndindən yola çıxaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin qarşısından şəhər istiqamətində hərəkət edir. Marşrut Kapital Bankın qarşısından keçərək Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin, daha sonra isə Naxçıvan Şəhər Qızlar Liseyinin qarşısından keçir. Buradan sola dönən avtobuslar Maliyyə Nazirliyinin qarşısı ilə Cahan Ticarət Mərkəzi istiqamətində hərəkət edir. Geri dönüş zamanı avtobuslar eyni istiqamətin əksinə hərəkət edərək Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin yanından sola dönür, Cümə məscidinin qarşısından keçərək Qaraçox kəndinə qayıdır. 8 nömrəli avtobuslar Babək rayonunun Xəlilli kəndindən yola düşür, marşrut Naxçıvan şəhər İcra Hakimiyyətinin yanından keçərək şəhər istiqamətində davam edir. Daha sonra Kapital Bankın qarşısından sola dönən avtobuslar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan şəhər məhkəməsinin qarşısından keçərək Cahan Ticarət Mərkəzinə çatır. Avtobuslar eyni istiqamətdə əksinə olaraq geri dönüş edir. Beləliklə, həm Qaraçox, həm də Xəlilli istiqamətindən şəhərə gələn sərnişinlər üçün ayrıca nəqliyyat əlaqəsi yaradılıb. 9 nömrəli marşrut üzrə isə əvvəlki məlumatlardan fərqli olaraq yeni istiqamət müəyyənləşdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fevral ayında açıqladığı müsabiqə məlumatında bu xətt daşınmaz əmlak məsələləri üzrə dövlət xidməti ilə yeni Naxçıvan yaşayış massivini birləşdirirdi. Lakin avqustun 12-sindən qüvvədə olan faktiki hərəkət sxemində xətt Dövlət Yanğından Mühafizə İdarəsinə qədər uzadılıb. Dəyişikliklər yalnız 7, 8 və 9 nömrəli xəttlərlə məhdudlaşmır. Yeni sistemdə 1 nömrəli marşrut Əliyabad qəsəbəsi ilə yeni Naxçıvan yaşayış massivini, 2 nömrəli marşrut Tumbul kəndi ilə Əyləncə adasını birləşdirir. 3 nömrəli marşrutda isə dəyişiklik yoxdur. Bu avtobuslar Olimpiya İdman kompleksi istiqamətində dairəvi hərəkət edir. 4 nömrəli marşrutda Araz İstehsalat Birliyi ilə Əliyabad qəsəbəsi, 5 nömrəli xətt elektrik yarımstansiyası ilə Xalçaçılıq fabriki, 6 nömrəli xətt isə Babək şəhəri ilə Zəfər parkı arasında sərnişin daşımanı təmin edir. Marşrutların bu şəkildə yenidən təşkil olunması, sərnişin axınının daha səmərəli bölüşdürülməsi, şəhər və ətraf yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin optimallaşdırılması məqsəd daşıyır. Tərlan İbrahimova, Elşən Məhərrəmov, Samir Mehdiyev, Arzu Sadiqov, NTV Xəbər.